Hər dəfə bir abadok hazırlayanda sanki bir uşağın sevinci əllərimin arasında canlanır. Bu dəfə hazırladığım abadoklar isə biraz daha fərqlidir. Çünki bu dəfə onlar 4 ilin məktəbdə keçirən, artıq uşaq yox, balaca məzun olan şirin balalar üçündür. Onlar ilk dəfə məktəb qapısından keçəndə çox balaca idilər. İndi isə məktəbdən vidalaşır, yeni siniflər, yeni dostlar, yeni xatirələrə doğru gedirlər. Bu abadoklar isə bu yolda onların başlarına bir xatirə, bir simvol kimi dursun deyə hazırlayıram. Hər birini sevgi ilə, dua ilə, gülümsəyərək yapışdırıram. Çünki bu sadəcə bir əl işi deyil. Bu hissdir, bu xatirədir, arzudur. Qoy hər biri yolunu tapsın, sevinə-sevinə böyüsün. Bu abadoklar artıq mənim əllərimdən çıxdı. Amma bir ömür onların xatirələrində qalsın.